Saatlıq iş rejiminə keçid kimlərin maaşına təsir edəcək, artım olacaq? Cavabı diqqətinizə çatdıracağım. Növbəti illərdə Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyişiklik üçün təkliflər də hazırlanır. Sözü gedən məsələnin özündə əks etdirən layihə artıq aidiyyatı qurumlara təhvil verilib. Məsələ ilə bağlı danışan vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, indiyə qədər ölkəmizdə əməyin ödənişli minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən əməyin ödənişli minimal həddi aylıq müəyyən edilir və minimum məbləği bu ildən 400 manat olub. Sahib Məmmədov bildirib ki, saatlıq əmək haqqı rejimi gələcək üçün işçinin işə götürənlə qısa müddət işləyərək saat hesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işə götürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək. Hazırda saatlıq əmək haqqı yanaşması xüsusilə Qərb ölkələrində çoxdan tətbiq edilir. Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər də var.